Sənin şikayətləndiyin bəlğəm əslində bronxlarının özün müdafiə sistemidir. Yəni ki, sən soyuqladığın zaman və yaxud da bronxların təhlükə hiss etdiyi an bəlğəm ifraz edir. Amma hər şeyin artığı zərər olduğu kimi, bəlğəm də çox ifraz olunduğu zaman qatlaşır və bronx divarlarına yapışır. Bu da boğucu öskürək, bitmək bilməyən bəlğəm, eləcə də xırıltılı nəfəs alıb vermələr və yaxud da ağızdan, burundan sarı, yaşıl rəngdə bəlğəm gəlir. Buna vaxtında müdaxilə etməyəndə, düzgün müdaxilə etməyəndə vəziyyət daha da ağırlaşır. Necə düzgün müdaxilə edəsən? Ekrandakı ürək qızart sənə heç kimin verməyəcəyi bir məsləhəti verəcəm. Sənə lazımdır pulmolor sirop. Çünki bu sirop istifadə edildiyi zaman tərkibindəki bitkilərin köməyi ilə bronxda olan bəlğəmin qatlığını azaldır, bronxlardan tamamilə xaric edir, bronxların fəaliyyətini yaxşılaşdırır, üstəlik illərdir öz keyfiyyətini, təsirini və qiymətini qoruyub saxlayır. Ölkənin bütün apteklərində var, olmasa belə əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. İstifadəsi həm uşaqlara, həm böyüklərə, ailənin bütün üzvünə uyğundur. Allergiyası olan insanlar belə bitki tərkibidir. Rahatlıqla istifadə edə bilər. Bu cür faydalı videoların davamı üçünsə profilin üzərində plus işarəsi qoymuşam. Ona toxun ki, sağlamlığının qeydinə qalan əczaçın Baloğlanla hər zaman sağlam qalasan.